Salam. Bugün hepatitin müalicəsində şok effekt verən bir metoddan danışmaq istəyirəm. Hamınızı xoş gördüm. Nə etmək lazımdır ki, qaraciyərdə problemlər yaranmasın? Qaraciyərdə də ümumiyyətlə problemlər hepatit, qaraciyər sirrozu, öd ifrazı ilə əlaqədar olan problemlərdir. Öd ifrazında problemlər yarandıqda öd kisəsində durğunluq, çöküntü və öd daşının yaranmasına səbəb olur. Hepatit və qaraciyər sirrozu nəzəri baxımdan əmələ gəlməməlidir. Çünki qaraciyər bədəndə olan toksinləri xaric edir və bədənin normal fəaliyyətini bərpa etmiş olur, təmin etmiş olur. Lakin bütün bunlara baxmayaraq hepatit və qaraciyər sirrozu xəstəlikləri mövcuddur və artır. Və bilirsiniz ki, qaraciyər hüceyrələri orqanizmin digər hüceyrələrinə nisbətən 400 dəfədən artıq bərpa xüsusiyyəti davamlılığı vardır və onun bərpa xüsusiyyəti vardır. Bəs bu problemlərin yaranmasına nə səbəb olur? Bu problemlər niyə yaranır? Bunun sadə bir səbəbi var. Belə bir yeganə bir hal mövcuddur ki, qaraciyər hüceyrələri çox sadə bir toksinlərə də həssas olurlar. Bu, qaraciyər hüceyrələrinin venoz durğunluğu halıdır. Venoz durğunluq halında, yəni bu zaman qaraciyər hüceyrələri çox həssas olur və nəticədə bu xəstəliklərin yaranmasına səbəb olur. Bəs çıxış yolu nədən ibarətdir? Çıxış yolu qaraciyər hüceyrələrinin qeyri-həssas vəziyyətə gətirmək. Və bunu çox sadə bir metodla etmək mümkündür ki, buna da qaraciyərin venoz pompajı deyilir. Və yaxud da başqa sözlə venoz dalğalanma metodu. Bu metod da çox sadə metoddur. İki əl vasitəsilə döş qəfəsinin aşağısı asta templə sıxılır, basılır və birdən buraxılır. Və bunu 20-30 dəfə etmək lazımdır, gündə 2-3 dəfə. Bu metod vasitəsilə metoddan həm qaraciyərin sirrozunda, hepatitin müalicəsində və eyni zamanda profilaktikasında da istifadə etmək olar. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.